بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون أولئك على هدى من ربهم وأولئك هم المفلحون صدق الله العلي العظيم. Bağışlayan və mehriban Allahın adı ilə. Xoş gördük əziz tamaşaçılarımız Gürcüstanda Ramazan adlı verilişimizdə. Bəli, bugün müqəddəs ayın ikinci gününü yaşayırıq və bugün yenə mənəviyyat dolu günlərin feyzindən, bərəkətindən bəhrələnirik və yenə studiyamızın çox dəyərli qonağı var. Qonağımızı sizə təqdim edək və daha sonra qonağımızla söhbətlərimizi davam etdirək. Studiyamızın qonağı dəyərli alim Doktor Fariz Rəcəbovdur. Hacı, xoş gəlibsiz. Salamlayırıq sizi və bu bərəkət dolu ayın istəyərdik bir mənəvi günlərinə bir nəzər salaq və sizi dinləyək. Buyurun. Bismillahirrahmanirrahim. Bugün mübarək Ramazan ayının ikinci günüdür və mən uca Allahdan əvvəl İslam ümmətinin ibadət və dualarının qəbul olmağını diləyirəm. Bəli, bu ay həqiqətən çox dəyərli bir aydır. Xüsusi mənəviyyata malik olan bir aydır. Ramazan ayı 12 ay içərisində bildiyimiz kimi ayların sultanı adlanır. Təbii ki, bunun özünə məxsus özəllikləri var ki, bu ayı daha da mənəviləşdirir. Mən onlardan bir neçəsinə işarə eləmək istəyirəm. Bu müqəddəs ayda Qur'an-ı Kərimin nazil olma məsələsi var ki, bu aya xüsusi önəm bəxş edir. Və Qur'an-ı Kərimdə Allah Teala özü də buyurur ki, Ramazan o aydır ki, o ayda Qur'an nazil olur və o ayda digər xüsusiyyəti budur, Qədr gecəsini qərar verdik və Qədr gecəsi də özü bu aya böyük bir dəyər qatır. Buna görə dəyər qatır ki, bu gecə 1000 aydan xeyirli bir gecədir. Bu ayda olunan ibadət və digər cəhətdən bu ayın sosial yardımlaşması var və həmçinin iftar məclislərinin olması. Xüsusilə də bu sosial yardımlaşma təkid olunur, yəni bu ayda. Bu ayın özəlliyidir sosial yardımlaşma. Görürsən ki, bu ayda insanlar artıq ac insanları, belə deyək, tox insanlar, ac insanları başa düşürlər və bu ayın ehtiramına başlayırlar onlara yardım etməyə. Bu xüsusi bir mənəviyyat qatır bu aya. Mənəviyyat tək ibadətlə deyil, elə bu sosial yardımın özü də ən böyük ictimai ibadətlərdən hesab olunur və bu bir neçə xüsusiyyət var ki, görürsən bu mübarək ayı digər aylardan fərqləndirir və daha da mənəvi ay eləyir. Bəli, əziz tamaşaçılarımız, artıq hal-hazırda əzan vaxtıdır və əzana keçid eləyək, əzanı dinləyək. Allah bütün oruç tutanların oruc ibadətlərini qəbul eləsin. Daha sonra yenidən studiyamıza qayıdarıq. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber.
أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله أشهد أن عليا ولي الله أشهد أن عليا ولي الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير العمل حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله. Bəli, artıq yenidən studiyamızdayıq dəyərli tamaşaçılarımız və verilişimiz davam edir. Hacı, daha bir sualımız var. Deməli, biz bilirik ki, Ramazan ayında niyyət də çox mühümdür. Düzdür, bilmirəm indi nə dərəcədə vacibdir, amma niyyət də mühümdür və niyyətin mahiyyəti necə bir çox insanlarda belə düşünülür ki, və ya xəbəri olmur. Ramazan ayının bir neçə günündən sonra eşidir, deyir ki, mən niyyət etməmişdim. Ümumiyyətlə, niyyətin vacibatı nə dərəcədir və onun mahiyyəti nədir? Bu barədə bir məlumat verərdiniz. Ümumiyyətlə, İslam dinində müxtəlif ibadi əməllər var ki, onlarda niyyət çox mühümdür, o cümlədən oruç tutmaq. Belə təsəvvür eləyək ki, mübarək Ramazan ayında ac qalmağın təsiri cismin saflaşmağınadır, bəzi xəstəliklərin aradan getməsinədir. Amma orucu niyyət etmək ruhun saflaşmağını önəm daşıyır, daha çox onda təsiri vardır.
Və niyyətin əhəmiyyəti orucluqda bundan ibarətdir ki, əgər bir nəfər niyyət edir ki, mən Ramazan ayının orucunu tuturam Allaha görə, bu məsələ biraz fərqli olur. Niyyət, çünki niyyət etdikdə artıq orucu adi acılıqdan fərqləndirirsən. Yəni, mümkündür insan iş ucbatından, məsələn, 5 saatda ac qala, 10 saatda ac qala, amma orucluqda niyyət etmək adi acılıqla Ramazan acılığını fərqləndirmiş olur. Bu, əsas məsələdən biridir. Digər cəhətdən, ibadət şuurlu və məqsədli şəkildə yerinə yetirilir. Yəni, mən sübh, məsələn, saat 6-dırsa, 6-da niyyət eləyirəm ki, mən mübarək ayın orucunu tuturam qürbətən ilallah. Artıq burada mənim bir məqsədim var bu ac qalmaqdan və bir dərkim var, bir düşüncəm var. Düşüncə əsasında ibadət eləyirəm. Bu daha məntiqli olur. Yəni, daha... sadəcə oruç tutum, ac qaldım deyə olmamalıdır. Bəli, bir daha bu ibadətin niyyəti özünün böyük əhəmiyyətini burada göstərir. Digər cəhətdən qeyd etmək olar ki, niyyət insanı Allaha doğru yönəldir. Yəni, bir şəxs, bir varlıq var ki, mənə əmr eləyib və onun əmri əsasında mən ibadət edirəm. Digər cəhətdən isə insanın daxili dəyişikliklər üçün bu niyyət hazırlayır insanı. Yəni, sənin niyyətin və məqsədin Allah üçündür və bu daxili dəyişikliklər dedikdə, məsələn, insan bir sıra eşitdiyi pis sözlərdən artıq çəkinir, qulaq yumur, bəzi haramlara göz yumur. Artıq bir daxili dəyişikliklər insanda yaranmağa başlayır. Və ümumiyyətlə, oruc yalnız fiziki ibadətdə deyil, oruc yəni fiziki ibadətdən də başqa digər cəhətləri orucun vardır. Hədislərimizdə də diqqət eləyəndə görürük ki, ümumiyyətlə hədislərdə orucun 3 mərhələsi var. Biri insanın bədəninin orucudur ki, bu yeməkdən, içməkdən çəkinməklə tuturuq, bu haldır. Digəri orqanların orucudur ki, insanın gözünün, dilinin, qulağının haramlardan qorunmasıdır. Üçüncüsü isə qəlbin orucudur. Pis niyyətdən, riyadan, həsəddən, kindən, küdurətdən uzaq olmaqda. Görürük ki, Ramazan ayı daxil olmamışdan öncə ki, insanlar bir-birindən halallıq istəyir. Bu orucun, belə deyək, qəlb orucunun mərhələsidir. Əsasda çox mühümdür, yəni qəlbi təmizləmək və onun üzərində işləmək. Əlbəttə, hər bir insanın qəlbində ola bilər, ikində ola və ya nə bilim, həsəddə ola, amma insan onunla mübarizə aparmalıdır da, insan onu özü, belə deyək, o təmizləməkdə bir çalışmalıdır, cəhd eləməlidir. Bəli, təbii ki, görürsən ki, mübarək ay qutulduqdan sonra bəzi insanlara sadəcə aclıq qalır, bəzi insanlara isə daxili tənzimlənmə, nəfsin saflaşmağa qalır. Bunu hər bir insan özündə hiss edir. Bayaq söhbətimin əvvəlində də qeyd etdiyim kimi, bəzi insanlar Ramazanın qurtuluşunda artıq bir təəssüf hissi keçirirlər. Ey kəş Ramazan yenə davam eləyər. Görürsən ki, bu cür insanlar bir mənəvi hiss alırlar. Amma yox, görürsən ki, bəzi insanlar ilə günlər sayı ki, Ramazan qutalsın, məsələn, siqaretinə, yeməyinə, içməyinə davam eləsin. Artıq görürsən ki, məsələn, o qədər də təsirlənə bilməyib bu məsələdən. Ona görə qəlbin orucu daha yüksək mərtəbəyə naildir ki, insan bu daxili pisliklərdən saflanır və təmizlənir. Aydındır hacı. Ümumiyyətlə, bayaq dedik, hələ Ramazan ayının ilk günlərini, ikinci günündəyik, ilk günlərini yaşayırıq. Hələ bundan o tərəfə biz öz mənəviyyatımızı Ramazana necə kökləməliyik, necə tənzimləməliyik, bundan sonra necə davam etdirməliyik? Ümumiyyətlə, nəinki Ramazan ayının ikinci günü, demək olar ki, bir 3-4 gün ərzində insanın bədən sistemi görürsən ki, aclıqla mübarizə, bəzi vaxt deyirlər 3 gün müddətində, aclıqla mübarizə bir dövrüdür. Birinci günkü təbii ki, insan adi acılıqdan cismi başlayır çox əziyyət çəkməyə. Ona görə hədislərdə tövsiyə olunur ki, Ramazan ayı girməmişdən öncə, bir neçə gün öncə oruç tutun ki,
Şaban ayında, Rəcəb ayında ki, bədəniniz öyrəşsin, oruca ruhunuz öyrəşsin. Və bu günlərdə artıq ki, mübarək ayının ikinci günüdür. Bu günlərdə birinci gün ki, keçdikdən sonra insan acılıqdan əziyyət çəkir. Adətən ikinci gün də bu cürdür. Amma əsas insan diqqət eləməli məsələlərdən biri budur ki, oruç tutmağın hədəfini xatırlayır. Buna Quran-ı Kərim də işarə eləyir ki, oruç tutun, Bəqərə surəsində, bəlkə təqvalı olasınız. Təqva insanda bir daxili qüvvədir ki, insanı bəzi yerlərdə, bəzi günahlardan çəkindirir. Təqva o bir şeydir ki, nə cür ki, yəqinimiz var, toqa, işığa ki, əlimizi uzatsaq, bizi vurar və həlak eləyər. Təqvalı insanlarda günaha nisbət düşüncələri o cürdür ki, mən bu günaha yaxınlaşsam, əl uzatsam, mənim ruhumu öldürər. Ruhumu öldürər. Və birinci növbədə artıq bu günlərdən orucun niyyəti, məqsədi nədir ki, təqvaya yetişməkdir, səbrə yetişməkdir, şükrə yetişməkdir. Çünki oruc tutan insan bir cismani mübarizəyə başlayır. Görürsən ki, Allahın halal buyurduğu neymətlər 14 saat, 15 saat gözü önündə durur, amma insan onlara əl uzatmır. İnsan bir növ səbri imtihan eləyir bu günlərdə. Və buna diqqətli olmalıyıq ki, bəli, Ramazan ayının birinci günü, üçüncü günü, bəlkə də 5 gün bəzi insan üçün çətin keçəcək və biz bu səbri də burada, belə deyək, imtihan eləməliyik. Ondan başqa şükrə diqqət etməliyik ki, insanlar var, həqiqətən ac qalır. Və biz iftar zamanı nə tapsaq azlığından, çoxluğuna fərq etmir, bir şükür etməliyik ki, bəzi vaxt görürsən ki, insanlar az qalır, bu çətinlikləri çəkirlər, xüsusən də bəzi müsəlman ölkələrində görürsən, bəzi döyüşlər, problemlər olur, bu aclıq hissləri yaşanır. Həqiqətən onlara baxıb şükür etməyi və bu kimi məsələlərə diqqət etməliyik. Digər cəhətdən deyərdim ki, bu günlərdə artıq dil davranışı da insan gərək diqqət eləyə və hətta ailə daxilində hamı bir-birini başa düşməli ki, orucuq. Ki, xüsusən də ilk günlərdə hamı bir-birinin əsəbindən gərək oynamaya, belə deyək, bir-birini diqqət edib, incətməyə başa düşməlidir. Dildə də ki, boş-boş danışıqlardır ki, həmişə mənəviyyətin dəyərini öldürür, qeybət kimi məsələlərdir, yalan kimi, böhtan kimi məsələlərdir ki, bu kimi şeylər görürsən, insan artıq bu günlərdən mübarizə etməlidir və xüsusən də nəfsin tərbiyəsi artıq bu günlərdən başlayır ki, ürəyim filan şey istəyir və onun mən əl uzatmayacam. Bu bir növ nəfsin mübarizəsidir və bunu bir neçə gün etdikdən sonra artıq nəfs başlayır örgəşməyə. Böyük alimlərdən belə bir söz var ki, üzr istəyirəm, deyir ki, bir gün bir nəfər gətirib bir hədiyyə verir, qəbul eləyir da hədiyyədə normal halda. İkinci gün gətirdikdə deyir, artıq mən istəmirəm. Soruşurlar ki, niyə? Deyir, mənim nəfsimi itə döndərməyin. Buna görə ki, nəfsin xasiyyəti budur ki, bir dəfə bir şeyi istədikdə artıq o ikinci dəfə də istəyir. Alsa üçüncüyü də alır da davam eləyir. Siz də məni gətirdikcə örgədərsiniz. Örgədərsiniz. Amma mübarək ayın həqiqətən dəyərləri və dəyərlərindən biri budur ki, bu nəfsi həmişə yatırtmağı başarır insan və odur ki, artıq bu günlərdən bu kimi məsələlərə diqqət etməliyik. Təşəkkür edirəm Hacı, gözəl dolğun cavablara görə. Bizim indi hal-hazırda əməkdaşlarımız bir reportaj hazırlayıblar, ona keçid alaq. Daha sonra yenidən studiyamıza qayıdarıq. Beləliklə, tamaşaçılarımız, əməkdaşlarımızın reportajını izləyək, yenidən studiyada görüşərik. Allahu Ekber, Allahu Ekber. Ramazan ayının gəlişi ilə Gürcüstan ərazisində yaşayan müsəlman icmaları üçün ən müqəddəs dövrlərdən biri başlayır. Bu ay mənəvi təmizlənmə, səbr və paylaşma ayı kimi qeyd olunur. Küçələrdə Ramazan ayının gəlişindən xəbər verən bannerlər asılır. Müsəlmanlar oruç tutur, gün ərzində ibadətə və xeyirxah əməllərə daha çox vaxt ayırırlar. Ramazan ayı boyunca yerli icmalar tərəfindən xeyriyyə aksiyaları keçirilir, ehtiyacı olan ailələrə yardımlar da edilir.
Bildiyiniz kimi artıq mübarək Ramazan günlərini yaşayırıq. Bu günlərdə insanlar sadəcə oruç tutmurlar, həmçinin mənəvi təmizliyə və yaxşı əməllər etməyə üstünlük göstərirlər. Bəs görəsən, Maneuri xalqı Ramazanı necə qarşılayır və onlar hansı əməlləri etməyə üstünlük göstərirlər? Gəlin reportajımızda bu suallara cavab axtaraq. Ramazan ayını biz səbirsizliklə gözləyirik. Bu ayda biz elə bil ki, oruç tuturuq, safura qalxırıq, axşam gözəl süfrə açırıq, gözəl yeməklər hazırlayırıq. Qonaqlarımız gəlir, qonaq gedirik. Yəni dinimizə riayət edirik, dinimizə uyğun çalışırıq ki, riayət edək. Ramazan ayında ailənizlə bir yerdə nə tər qeyd edirsiniz oruç? Bəli, oğlanlarımla, nəvələrimlə, gəlinlərimlə, ailəvi nə tər lazımdır. Necə müsəlman aləmizdə var, elə də keçirik adam. Hansı ibadətlər edirsiniz, hansı yaxşı əməllərə diqqət edirsiniz xüsusilə? Yaxşı əməllərə balam. Mən qocaq saqqal adam, ömrü boyu mən istəyirəm ki, firavan yaşasın millət, gözəl yaşasın. Bütün hamı mümin qardaşlar namaz qılmalıdır, oruç tutmalıdır və küsüllər bir-birinlə barışmalıdır, bir-birinə ziyarət eləməlidir. Bu ən gözəl aydır, 11 ayın sultanıdır. Bu bir ay gözəl gündür. Əməllər də nə bilim, vallahi başa istəyirəm ki, yaxşılıqlar eləyəm. Nə əlimdən gəldiyi qədər. Qeybət eləməməliyik bu ayda, bir-birimizin arxasınca danışmamalıyıq. Ən əsas da ki, gərək müsəlmanlar bu ayda kasbları düşünsünlər, ehtiyaclıları düşünsünlər. Bu ayın mənim düşüncəmə görə bu ay paylaşma ayıdır. Bu ay ehtiyaclıları anma, düşünmə ayıdır. Varlığın, belə deyək, kasbın halından agah olma ayıdır. Eyni zamanda bu ay həm də, belə deyək, bərabərlik bir ayıdır. Varlı da, kasıb da gərək hər kəs eyni təbəqədə Allah qarşısında oruç tuta, Allahı zikr edə. Allaha qayıdış ayıdır deyərdim bu ay. İnsan bu ayda Allahı daha çox dərk edir. Daha çox insanın mənəviyyatı təmizlənir. Burada təbii ki, mənəviyyatla bərabər eyni zamanda Allah insana boş yerə bu mübarək ayı vacib buyurmuyub. Bütün bəşəriyyət yaranandan bu günə bütün dinlərdə oruçluq vacib olduğu kimi Quran-ı Kərimdə də Allah buyurur. Bu ay müsəlmanlar üçün də vacib oldu. Xüsusən bir ay ərzində biz oruç tutmalıyıq. Bu ay, bu o deməkdir ki, 12 ay ərzində insan yaşayır və bu bir ayda Allah insana xatırladı ki, geri mənə qayıt. Mümkündür ki, bu 12 ayın içərisində insan dünya işlərindən o qədər, belə deyək, məşğul olar ki, bəzən biraz mənəviyyatdan uzaq düşər. Ona görə də bu ay mən düşünürəm ki, eyni zamanda Allaha bir qayıdış ayıdır. Hamının niyyəti qəbul olsun, tutanların. Mənim şəkərim var, davleniyyəm var, mən tutmuram. Mübarək olsun, kim tutur? Oruç tutmaqdan başqa Ramazan ayında xüsusilə hansı əməllər eləməyə riayət göstərirsiniz? Surfa çeşsən qutaranda oruç tutanları çağırırsan, yedirdiysən. Hörmətimiz bu qədər, yoxsa mən tuta bilmirəm. İftar süfrələri verirsiniz? Hə, balam, hə. Sorğunun nəticəsi olaraq görünür ki, Ramazan ayı Gürcüstanda yaşayan müsəlmanlar üçün yalnız oruç ayı deyil, eyni zamanda birlik, yardımlaşma və mənəvi dəyərlərin daha da gücləndiyi müqəddəs bir zamandır. Bəli, əziz tamaşaçılarımız, yenidən studiyamızda proqramımız davam edir və təşəkkür edirik əməkdaşlarımıza da gözəl reportaj üçün. Hacı, bugünkü müasir dövrümüzdə orucun hikmətlərini də bir izah eləsək yaxşı olardı. Çünki dövrümüz çox sürətlə inkişaf edir və hər bir şey çox asanlıqla insanların əlinə çatır, belə deyək. Və müasir insan ümumiyyətlə orucun hikmətini necə anlamalıdır, necə dərk etməlidir? Mən deyərdim ki, insan iki hissədən yaradılıbdır, ruh və cisim. Cismi baxımından necə ki, cisimimizin inkişafı üçün gündə 3 dəfə yemək önəmli olduğu kimi, insanın ruhu üçün də ibadətin və bir sıra yaxşılıqların önəmi vardır və gərək ola. Və odur ki, ruh və cisim həmişə qarşılıqlı inkişaf etməlidir. Əgər qarşılıqlı inkişaf etmədikdə biri digərinə nisbət mənfi təsir qoyur. İstər ruh olsun, istər cisim olsun. Hətta cisimdə görürük ki, bəzi vaxt xəstəliklərin səbəbi məsələn müəyyən qidalanmamalardır. Bəzi vaxt ruhun da xəstəlikləri həqiqətən əxlaqi qidaların, düzgün qidaların
olmamağıdır. Və buna görə də bu müasir insan düşüncəsində deyərdim ki, mən orucun əsas hikməti insanı ac qoymaq deyil. Orucun əsas hikməti insanı oyatmaqdır. Ruh dedikdə həm zehin, həm beyin, həm ürək, həm qəlb bu mənaları hamısını belə ifadə edir. Və müasir insan da bu hikmətləri belə hiss etməlidir ki, bu oruc anlamı ki, insanı belə deyək, ac qoymaq yox, əksinə oyatmaq üçündür. Və bu düşüncə ilə həmişə qərarlarını da düzgün qərar verməlidir ki, mən niyə və nə üçün oruç tuturam və sadəcə məqsəd ac qalmaqdırmı? Görürsən ki, tibbi cəhətdən də bəzi həkimlərin söhbətlərinə qulaq asanda, yəni əgər bir insan özünə müasir və düşüncəli insan deyirsə, görür ki, yox, orucun həddindən çox faydaları var. Bəzi vaxt yanaşma oruca hər bir cəhətdən olmalıdır və xüsusən müasir insan üçün, düşüncəli insan üçün, belə deyək, hər bir cəhətdən olmalı. Tibbi baxımından, mənəvi baxımından, sosioloji baxımından hər tərəfdən diqqət eləməlidir. Və daha çox müasir insan oruc olarkən öz davranışlarını düşünülmüş davranışlar, düşünülmüş addımlar atmalıdır ki, burada nəyi səhv edə bilərəm, nəyi düz edə bilərəm. Və müasir insan üçün ümumiyyətlə oruç həyat düzəni verir. Həyat düzəni verir ki, bu bir ay bir proqramdır ki, ilahi bir proqramdır, bir cəhətdən məcburi deyək, bir cəhətdən ixtiyari deyək. Amma könüllü olsaq desək, ilahi bir icbari bir proqramdır ki, o hətta oyanışını, danışığını, yeməyini, içməyini, hər bir şeyi kontrol edir. Və biz bəzi vaxt xəstələndikdə, çox təəssüf olsun, həkimə gedirik ki, bizə pərhiz üçün bir şeylər yazsın. Amma Allah özü bunu bizə orucun hikmətində qoyub. Əgər bir insan, bəlkə də müasir deməzdim, düşünən insan deyərdim, düşünən insan üçün bu proqramlar hamısı mübarək Ramazan ayında Allah Taala yerləşdiribdir. Hacı, Ramazan ayında səbr və nəfsin tərbiyəsi və bununla mübarizə də xüsusi qeyd olunur. Ümumiyyətlə, səbr çox mühüm bir şeydir. Yəni, insanoğlu hər bir şeyə səbirlə yanaşarsa, o bir çox şeylərə nail ola bilər. Ümumiyyətlə, bu ayda bunun üçün də xüsusi, belə deyək, təkid olunur. Həm səbir, həm nəfs məsələsi. Bununla bağlı nə deyə bilərdiniz? Ümumiyyətlə, mübarək Ramazan ayında səbr və nəfs tərbiyəsidir. Bu ikisi paralel olaraq deyil. Birinci mərhələ səbr mərhələsidir, ikinci mərhələ nəfs tərbiyəsi mərhələsidir. Səbr mübarək Ramazan ayında da dözümlülük anlamına gəlir. Nəyə görə və nəyə qarşı dözümlülük? Həm məsələnin maddi cəhəti var, həm məsələnin mənəvi cəhəti var. Maddi cəhəti ki, bildiyimiz yemək, içmək kimi şeylərə dözünüb, səbr eləyib, çəkinməkdir. Məsələnin mənəvi cəhəti isə bundan ibarətdir ki, artıq digər aylarda bəzi vaxt insanın ruhu o qədər çirkləşir ki, mübarək ay gəldikdə istər-istəməz bir sıxıntı onda baş verir. Və bəzi vaxtda görürük ki, məsələn, mübarək Ramazan ayı gəldikdə xəstələrin sayı artır, xüsusən mədə xəstələrinin sayı artır. Bu, biraz da mən deyərdim ki, mədə xəstəliyindən də çox ruh xəstəliklərinin, psixoloji bir narahatçılıqlardır. Və ona görə də səbr burada, görürsən, həm maddi cəhəti var, həm mənəvi cəhəti var. Niyə məhz Ramazanda səbr tövsiyə olunur? Çünki səbr bir növ özünə nəzarətdir. İnsan özü-özünə nəzarət eləyir. Məsələn, mən suya əl atmalı deyiləm. Bir halda ki, o mənim üçün halaldır, o yeməyə əl atmalı deyiləm. Özün-özünü nəzarət eləyirsən. Burada artıq məsələ niyyət olduğuna görə, məsələ ilahi olduğuna görə, artıq o bəzi uşağa evdə qoymurlar, məsələn, konfet, şokolad yeməyə ki, ata-ananın nəzarəti var. Artıq körpələrimiz də görürsən ki, həddi buluq yaşına çatmış körpələrimiz də artıq da burada ata-anadan
çəkinmə yoxdur. Səbirlə gözləyirlər ki, məsələn, İcazə iftar verin. zamanı gəlsin. Özünə bir burada bir nəzarətin var. Ondan əlavə daxili güc insanda formalaşır səbir nəticəsində. Bu mənada ki, mən özümə söz keçirə bilirəm ki, o bəzi aşiqlar olur ki, öz-özünə söz keçirəmir, ürəyinə söz keçirəmir. Ramazan fərqlidir. Ramazanda daxili güc formalaşır. İnsan özünə söz keçirmə qüvvəsi tapır ki, məsələn, filan kəs, filan şey olmaz. Ya filan kəs, filan yerə getmək olmaz, məclis haram məclisdir və sən oruçlusan. Və yaxud filan sözə qulaq asmaq olmaz. Hətta görürük ki, deyirlər ki, mübarək Ramazan ayında qeybət eləməyin. Artıq insan ola bilər başqa bir hallarda normal şəkildə qulaq asa, amma mübarək ay daxil olduqda özündə bir güc formalaşır, daxili güc. Və bundan sonra gəlir nəfsin tərbiyəsi məsələsi. Nəfsin tərbiyəsi məsələsi də bir sıra dözümlülük mərhələləri sona çatdıqdan sonra artıq baxırsan ki, nəfs bir şeyi istəsə də istəmək istəmir artıq. Deyir ki, məsələn, həm maddi cəhətindən, həm yemək cəhətindən deyir, onsuz yeməyəcək. Mən yalandan bu siqnalı verməyim. Və yaxud yalan danışmayacaq. Mübarək Ramazan ayında mən bu mənəvi cəhdin götürsək, artıq bu siqnalı verməyim. Nəfs də yavaş-yavaş səbrin nəticəsində başlayır formalaşmağa və inkişaf etməyə. Və ona görə də məhz bu mübarək ayda səbr və nəfsin tərbiyəsi çox önəmlidir. Bəli, Hacı, ümumiyyətlə, oruç tutan insan gündəlik iş rejimini və belə deyək, sosial münasibətləri də düzgün balanslaşdırmalıdır və ümumiyyətlə, sosial münasibətlər də Ramazan ayında çox mühümdür. Yəni, kimlərlə oturdun, kimlərlə durdun və getdiyin yerlər çox mühümdür. Ümumiyyətlə, necə balanslaşdırmalıyıq ki, Ramazan ayında buna da xüsusi diqqət yetirək? Ümumiyyətlə, mübarək Ramazan ayı və söhbət işə gəldikdə deyərdim ki, bəzi insanlar, məsələn, bizdə adətən tətilini yaya sallıqda, bəzi, məsələn, müminlər görürsən, tətillərini Ramazan ayına salırlar ki, orucun bir sıra çətinlikləri ilə əlaqə və yaxud yaxşı ibadət etmələri üçün yaxşı istirahət eləsinlər. Amma Ramazan ayı yaya təsadüf etmədiyinə görə, yəni hər il 10 gün fərqləndiyinə görə, təbii ki, oruç tutan şəxsi var ki, işi bank işidir, işi bazar işidir, ticarətdir və s. ilaxır və yaxud müəllimdir. Ümumiyyətlə, bu iş rejimini necə planlaşdırmalıdır? Birinci olaraq deyərdim ki, enerjiyə uyğun vaxt bölgüsü eləməlidir. Necə enerjiyə uyğun? Sübh oyanışda, mübarək Ramazanında artıq hər bir insan adətən səhur etdiyinə görə, səhər yeməyini yediyinə görə onda bir enerji var. İşin çox hissəsini sübh çağına salmalıdır. Yəni, enerjiyə uyğun planlaşdırmalıdır iş rejimini. Yəni, günorta namazına qədər. Bəli, günorta namazına qədər, məsələn, onun enerjili vaxtıdır. Artıq o vaxtdan sonra, görürsən, günortadan sonra biraz iş sistemini artıq yüngül sistemə keçirməlidir. Və həmçinin burada fasilələrə də diqqət etməlidir, fasilələrə və istirahlara. Yəni, qısa da olsa, görürsən ki, bəzi iş rejimində 5 dəqiqəlik, 10 dəqiqəlik fasilələr görməlidir. Ağır fiziki işlərə, məsələn, çox girişməməlidir. Və bu mübarək ayda ümumiyyətlə qidalanmanın və yuxu rejiminin də iş bölümünə və digər cəhətlərə böyük təsiri var ki, insan var ki, səhər yeməyinə qalxmır. Təbii ki, bunda bir neçə saatdan sonra artıq enerji, problem yaşayacaq. Təbii ki, bəzi vaxtlar yuxu rejimi görürsən ki, bəzi insanlar ya ibadət üçün, ya elə boş-boş bəzi vaxtlarını keçirmək üçün ki, səhərə oyaq qalsınlar, yuxunu yatmırlar. Bu yatmamaq, görürsən ki, müəyyən problemlərə səbəb olur. Həm səhər iş məsələsinə səbəb olur ki, işdə problem yaranır. Həm insanın psixologiyası, əsəbi yerində olmur. Gecənin müəyyən saatları var ki, insan təbii ki, istirahət etməsi orada
məcbur idi. Və bu cəhətdən, neçə bir cəhətdən insan gərək iş rejimini düzgün şəkildə tənzimləyə və xüsusən də ictimaiyyətlə, cəmiyyətlə əlaqəsini. Mübarək Ramazan ayında da adətən görürsən ki, iftardan öncə, biraz iftar zamanı daha əlaqələr daha da sosiallaşır və bu cəhətdən də orada da artıq vaxt bölgüsünü hər halda özü düzgün şəkildə etməlidir, öz işinə uyğun. Ümumiyyətlə, sosial münasibətlər dedikdə, həm də belə deyək də, oturub durduğu yerlərə də diqqət etməlidir. Yəni, münasibət qurduğu, getdiyi, söhbət etdiyi yerlərə də xüsusi diqqət etməlidir, elə düşün. Təbii bu, hər zaman belə olmalıdır, amma Ramazanda gərək xüsusi diqqət etsin. Ramazanda sosial münasibətlər ən çox davamlı şəkli iftar zamanıdır. Təbii ki, getdiyi yerlərə siz qeyd etdiyiniz kimi təbii ki, diqqət etməlidir. Hətta mən deyərdim ki, bəzi vaxt mənəvi baxımından getdiyimiz iftarların da halallığı və yaxud haramlığı bu cəhətdən bizim üçün önəmlidir. Bunların hamısına bu mübarək ayda gərək diqqət oluna. Yəni, deyərdim ki, hər dəvətdə də, hər dəvətə də bəli demək düzgün deyil mənəvi baxımından. Və odur ki, sosial məsələlərdə xüsusən həm də ailədə də bu münasibət o cürdür ki, mübarək ayda vaxt bölümünün bir hissəsində görürsən ki, ailəyə sərf etməlidir və bir hissəsi dost tanışadır və bir hissəsi də ki, bu ictimai məclislərdir ki, bu mübarək ayda onların vaxtını insan özü işinə uyğun tənzimləməlidir. Yəni, adətən bu cür tövsiyə olunur. Hazır Ramazan ayında xüsusən daha çox ibadətlər tövsiyə olunur, təkid olunur ki, daha çox ibadətlərə, xüsusən Quran-ı Kərimin zikrinə insanlar daha çox diqqət eləsinlər. Ümumiyyətlə, Ramazan ayında ibadətlərin savabının artması anlayışı nəyi izah edir? Ümumiyyətlə, insanın ibadəti və yaxud ibadət ümumiyyətlə iki hissədən ibarətdir. Bir fərdi ibadət var, bir ictimai ibadət var. Mübarək Ramazan ayı və xüsusən İslam dini ictimai bir din olduqda, bəzi vaxtda mübarək Ramazan ayında da bəzi ibadətlər var ki, həm fərdi hesab olur, həm ictimai hesab olur. Və Ramazan ayı zaman baxımından bəzi vaxt əməli dəyərli eləyən şeylərdən biri zamandır, biri məkandır. Məsələn, biri var evdə namaz qılırsan, biri var məsciddə. Məscid məkan fərqi var, savabı daha çoxdur. Bir var, məsələn, orucu başqa aylarda tutursan, bir var mübarək Ramazan ayında. Burada zaman mühümdür. Zaman bəzi vaxt əməli savabı dəyərləndirir. Məsələn, fərdi ibadətdən biri deyərdik ki, məsələn, mübarək Ramazan ayında insan ilə orucunun özüdür, namazının özüdür. Quran oxumaq, məsələn, tövsiyə olunur. Ümumiyyətlə, Quran gündə bir 10 ayədə olsa, 10 cümlədə olsa, ən azından Quran oxumaq bu mübarək ayda tövsiyə olunur. İnsanın bu fərdi bir növ ibadəti və fərdi savabıdır. Və Ramazan olduğuna görə əhəmiyyəti daha da artır və Quran Ramazanda nazil olduğuna görə görürsən ki, bu əməlin dəyəri daha çox artır. Məsələn, insan qeybətdən çəkinir. Görürsən ki, bu bunun, belə deyək, öz şəxsi işidir. Ya qeybət məclisini dayandırır və yaxud qalxıb çıxıb gedir. Əlbəttə, qeybət və böhtan, şər kimi şeylər, bunlar ictimai günahlar hesab olunur. Və digər cəhətdən, mübarək Ramazan ayında hədislərdə də qeyd olunur ki, Allah Teala buyurur ki, oruc mənim üçündür və mən onun savabını verərəm. Ramazan ayı mənimdir, oruc mənə məxsundur və ənə əczibih ki, mən onun cavabını, savabını özüm verərəm. Bir zaman baxımından əməllər və savablar daha artır. Digər, məsələn, ictimai baxımından ictimai ibadətlər, biri sosial yardımlaşmanın özü ictimai ibadət hesablanır. Məsələn, bu kimi əməllər, misal olaraq fitrə zəkatı ki, Ramazan ayına məxsusdur, ya sadə adi günlərdə verdiyimiz sədəqə. Çünki bu zamanda verildiyinə görə
bu zamanda Ramazan olduğuna görə zaman artıq savabı da daha 2 qata gətirir, çatdırır və Allah Teala fitrə zəkatını elə bir şəkildə tənzimləyib ki, hətta bayram günü deyir ki, müstəhəbdir ki, birinci fitrəni ver, sonra gəl namazını ver. Yəni o qədər bu mübarək ayda fəqirə əl açmanı, əl uzatmanı mühüm bilir. Deyir ki, namazından öncədir. Gərək o rahatlaşa, sən sonra gəl namazını qıl. Yəni belə bir şəkildə Allah Teala tənzimləyib. Odur ki, mübarək ay olduğuna görə dəyəri və savabı deyərdik 2 qat bərabərində olur. Hacı, bizim üçün ailə dəyərləri çox mühümdür, çox önəmlidir. Ümumiyyətlə, Ramazan ayı ailə dəyərlərinə necə müsbət təsir edə bilər? Bu mübarək ayda yəni unutmamadığımız şeylərdən, önəmli şeylərdən biri də ki, ailələrlə birlikdə iftar etməkdir. Bəzi vaxt ilə bizim özümüzdə o qədər iftarlara dəvət olunuruq ki, evdə iftar etməyə görürsən ki, fürsət olmur. Amma bu yanlış hərəkatdır. Özümüzdə etsək belə bu yanlış hərəkatdır ki, gərək İslamın ailəyə verdiyi dəyər önəmlidir və bu baxımından Ramazan ayı boyunca da iftarın bir neçə gününü heç olmasa insan evdə qeyd etməlidir. Burada bu mübarək ay bircə vaxt keçirmə imkanı verir. Biz bir süfrə təsəvvür eləyək ki, ata o süfrənin başında oturub, ya baba, nənə sağdırsa orada oturublar, uşaqlar oturub və ana qulluq eləyir və ana da o süfrədə oturur və ata bu süfrəni, bu yeməyi çox böyük fərqlilikdir mənə baxımından. Allahım, mən sənin üçün bugün oruç tutdum duası ilə başlayır, sənin ruzinlə oruç tutdum. Təbii ki, bunlar istər-istəməz uşaqların tərbiyəsində və ailənin bərəkətində və xüsusən ruzi yad olunur, ruzinin bərəkətində böyük bir təsiri var. Sonra ailədə anlayışın artmasına səbəb olur bircə Ramazanı qeyd etmək, uşaqların mənəvi tərbiyəsinə, cəmiyyətdə də hətta, məsələn, cəmiyyətə də böyük təsir. Təsəvvür eləyək ki, bütün ailələr belədir. Heç olmasa 80%, 90% ailələr belədir. O cəmiyyət artıq bir sağlam cəmiyyət yetişir. Çünki bunda anaların da çox böyük təsiri var uşağın tərbiyəsində. Artıq cəmiyyət sağlam bir cəmiyyətə çevrilmiş olur. Odur ki, mübarək ayda iftar etmənin ailə daxili münasibətlərində çox böyük təsiri vardır. Bəli, Hacı, artıq verilişimizin sonuna doğru yaxınlaşırıq. Mən istəyərdim sonuncu bir sualımızı da sizə təqdim edək və əlbəttə Ramazan ayında bir çox insanlar səhvlər də edə bilər. Bu şəri baxımından da ola bilər. Ümumiyyətlə, ən çox Ramazan ayında rast gəlinən səhvlər nələrdir? Bu mübarək ayda ən böyük səhvlər ki, tez-tez rast gəlinir, səhər yeməyinə qalxmamaqdır. Yaxud bəzi şəri məsələləri soruşmadan, öyrəşmədən görürsən ki, öz başına yerinə yetirməkdir. Ona görə bir din xadiminə heç olmasa müraciət olunsa yaxşıdır. Digər səhvlərdən biri iftarlarda həddindən artıq yeməkdir. Ki, bu həm insanın o gündəlik ruhu ki, təmizlənir, artıq yemək vasitəsilə onu əzmiş olursan, cismi baxımından da ki, heç deməyə ehtiyac yoxdur ki, 14-15 saat az qaldıqdan sonra o bədənə böyük təsir eləyirsən və orucun... Mədəni də bir fiziki cəhətdən yükləmiş olursan. Və orucun, belə deyərdim ki, sadəcə aclığınla kifayətlənməkdir səhvlərdən biri. Yəni, işində olsan, ticarətində olsan, həkimsən, hər nə iş sahibisən, fərqi yoxdur. Şükür Allaha, müasir bir dövrdə yaşayırıq, hərənin telefon, mobilni telefona sahibdir. Biraz Quran ayələri, biraz hədislər, biraz Ramazan ayında deyilən zikirlərə diqqət eləməliyik. Sadəcə aclıqla kifayətlənməyə. Hər nə qədər də olsa görürsən ki, bir istirahət zamanımız hamımızın işdə bir yarım saatda olur və bundan istifadə etməliyik. Yuxu rejimini tam pozmaq mübarək ayda görürsən ki, ən böyük olunan səhvlərdəndir ki... Günü yatmaqla keçirənlər də var, Hacı. Bəli. Baxın, hədislərdə də var ki,
Bu mübarək ayda yuxun da ibadətdir. Nəfəsin də təsbihdir, zikirdir. Ayın belə dəyəri var. Amma İslam ictimai din olduğuna görə ibadət ictimai olduqda savabı daha çoxdur. Yəni oyaqsan oruç tutursan və yatırsan oruç tutursan, işləyərək oruç tutursan, yataraq oruç tutursan çox fərqi vardır. Bəzi baxımdan bu odur ki, demirik oruc batildir və yaxud səhvdir, amma mənəvi cəhətləri məsələn fərqlidir. Və odur ki, bu ayda da Ramazandan öncə, nəinki Ramazan daxil olduqda gərək sağlamlıq problemləri də nəzərə alınır və ona əsasən oruç tutulur. Bəhanə gətirilməyə. Onsuz qəlblərdən Allah agahdır. Bəzi insan oruç tutmaq istəmir, xəstəyəm deyərək bəhanə gətirir. Amma bu kimi məsələlər bəzi vaxt Ramazandan öncə də tövsiyə olunur ki, insan diqqət eləyə. Təşəkkür edirəm Hacı. Gözəl, ətraflı məlumat verdiniz. Ümid edirəm tamaşaçılarımız da bugünkü verilişimizdən xüsusi feyz aldılar. Əlbəttə, müqəddəs aydayıq, bayaq qeyd etdiyiniz kimi və bu ayın da həm mənəvi, həm ictimai məsələlərinə xüsusi diqqət edilməlidir. Siz deyən kimi bəzi məsələlərdə də mütləq şəkildə din xadimlərinə müraciət edilməlidir və kör təbii şəkildə də bu aydan yararlanmaq olmaz. Ona görə bir daha sizə təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Əgər sonda tamaşaçılarımıza bir sözünüz varsa, buyurun. Son söz budur, dua və ibadətlərində hamının bir dua etməyi tövsiyə olunur. Çox sağ olun, təşəkkür edirik. Yəni, tamaşaçılarımız bugünkü verilişimiz də burada yekunlaşır. Sabah axşam yenidən eyni ünvanda görüşmək ümidi ilə sağ olun, Allaha əmanət olun.